Gördüyünüz bu şəxs 1 saat ərzində cərimə meydançasının içindən çıxmasa məndən 100 manat qazanacaq. Səncə bacaracaqsan? Qardaşım 1 saat nədir ki? Mən 100 manat öyrə burada 10 saat lap qalarım. Yarışmasımız çox iddialıdır. 1 saat başladı və mən getdim. Mənim bir çəpişim var, oyun çıxarır. Uşaqlar 1 saatım başladı. Qabaqda da 2 dənə uşaq futbol oynayır, göstərim sizə belə də. Gördüyünüz kimi paslaşırlar. Burada isə nələr var? Uşaqlar görürsən bu nədir? İlkin görürsən nə üçün bunu qoyub bura acaba? Uşaqlar yəqin bunu ilkin mənə zəng vurmaq üçün qoyub. Burada belə mənə çəkmək üçün tripoda bağlanmış kamera qoyublar. Uşaqlar, məncə 1 saat burada qalmağa nə var ki? Həm də havaya baxın, hava çox qəşəngdir. Məncə burada 1 saat qalmaq çox asan olacaq. Onsuz 50 dəqiqən qalır. 10-cu dəqiqənin sonundayıq və Miriyə balaca bir sürprizim var. Miri, vəziyyət necədir? Yaxşı əmirəm, səndə vəziyyət necədir? Məndə hələ ki normaldır vəziyyət. 10 dəqiqənin keçməyinə baxmayaraq. Sənə möhtəşəm bir təkliflə gəlmişəm. Deyələ baxaq. Əgər bu döv limonu yesən, balansına əlavə olaraq 50 manat gələcək. Limoya baxa bilərəm. Limoya? Yes. Limondur bu. 100 manatdan əlavə 150 olur da balans. Hə, yeyə biləcəksən. Əslində yeyərəm uşaqlar, bu yeməyinə var ki. Qabığı ilə bir yerdə hamısını başla. Məsələn. Nəysə uşaqlar, sizə görə yeyirəm. Sizə görə nə deyək? Xəstə 50 manata görə yeyir. Uşaqlar 50 manata elə yeyirəm qısacası. Qabığı ilə də yox deyil ki. Çox pis ya. Hamısını ye. Ağzım sulandı. Çox pis ya. Demək olar 50%-ni yedin. Hamısını yesən balansına əlavə olaraq 50 manat gələcək. Bir lənkaranlı olub o limonu yemirsənsə day nə bilim. Uşaqlar, Lənkəranda o qədər mən limon yemişəm. Burada da gəldim, burada da limon verdilər mənə. Lənkaranlılar yorumda özünü bildirsin. Hə, ya çox pis deyil ki. Hə, qabığı ilə verir. Ola. Hətta sıxdı. Hadi son dişdən. Bataqzıvada bir də bataqzıva da 50 manatı qazan. Ürəyim çəkildi sənin yeribə. Hə. Halal olsun, balansın artıq 150 manatdır. Limonu yediyivə görə mən getdim. İlkin getməmiş sənə bir dənə söz deyim, qal. O təsis nə üçündür? Bunu yaxın dəqiqələrdə öyrənəcəksən. Uşaqlar, mən sizə drone göndəriblər deyəsən. Beləliklə Miri cərimə meydançasında olan 20-ci dəqiqəsində başa vurdu. Top gəldi uşaqlar, nasıl olacaq deyəsən. 20-ci dəqiqəsi bitdi və sən düz təxmin eləyirsən. Sənə bir təkliflə gəlmişəm. Yeni təklif. Sənə 3 penalti vurulacaq. Uşaqlar, mən 3 il Xəzərlənkəranda qapıçı qalmışam. Bütün topları tutacağam. Amma əsas isə budur. Tutduğun hər penaltiyə görə hesabına 20 manat gələcək. Qol olan hər penaltiyə görə isə 20 manat silinəcək. Razısan? Düşünməyə bir 20 saniyə ver. Əslində təcrübəm var qapıçılıq üzrə. Onun üçün bu təklifə mən hə deyəcəm. Çünki özümə inanıram, güvənirəm ki, tutacağam və 20 manatları hesabıma köçürəcəm. Amma Mirinin bilmədiyi bir şey var. Zərbələri mən yox. Professional bir futbolçu vuracaq. 1, 2, 3. Ay Miri! Ay Miri! Ona duruş. Başıma dəydi girdi xəstə. Ayda. Ay, dirəkdən deyir. Mirinin gözləri həm qızarmışdı, həm də əsirdi. Və bu arada oyuna yeni bir qayda gətirirəm. Gördüyün bu axat var ha. Xıyar düz küncə vurdu ya. Miri etirazlarımı bildirir, mən əsəbləşirəm. Gördüyün bu axat var ha. Zərbələri tutanda bu xəttdən çıxmamalısan. Bir parçan belə çıxsa məğlub olacaqsan. Savaşmak, direnmek ve güçsüzsün diyenleri pişman etmek. Razıyam. Gəl, Uşaqlar, ikinci zərbəndir. Qəşəngsən! Bu dəqiqə bütün pullarımı qazandırır mənə gəlir. Ay, 3 metrdən penal vurur, elə şey olur, hə. Elə şey olur, hə. Uşaqlar, mən 2 il bundan qabaq futbola getmişəm. Neçə vaxt məşq eləmirəm, onu elə deyək. Görürəm ki, professional futbolçuların zərbələrini tuta bilmirsən. Mənim zərbəmi tuta biləcəksənmi? Məcbur adam tullanır. Hə, kəsərsən, ala buranı, rısmay olur. O da girdi, məzələn də. Girmədi. Miri, Sən çıxmamışam. tepkilərin çox gülməlidir. Belə. Kurtanı etdiyin qoyarsan ona. Əsə çıxartdım. 40 manat əskildi, 20 manat əlavə olundu. Balansın hal-hazırda 130 manatdır. Axırda çıxartdım. Yəqin ki 2 ildir məşq eləməyəm, onu öyrədib paslanmışam biraz. Amma 3-cü raundda imkan verməyəcəm. İlkinin bütün qoyduğu pulları götürəcəm, balansımı artıracam. Görürsən bunun altını nədən hazırlayıblar? Hava artıq çox isti olmaya başladı.
Çox yoruldum. İlkin məncə heç su da qoymayıb bura. Penalti turu biraz uzun çəkdiyinə görə biz dərhal 30-cu dəqiqəyə, yəni 3-cü tura keçirik. Təlsizdən istifadə eləmə vaxtı gəlib. Uşaqlar deyəsən təsisə zəng gəlir. Alo bura. Alo Miri, eşidirsən məni? Sənin kim? Sənə yeni təkliflə gəlmişəm. Əgər cərimə meydançasından çıxıb qapı meydançasına keçsən, balaca hissədə oyuna davam eləsən, balansını 2-yə qatlayacağam. Razısan? Niyə qalmıram ki? Balansım 260 manat olacaq. Hə bro, 260 manat olacaq. Razıyam. Onda mən keçim qapının içinə. Keç. Uşaqlar indi isə olacağım nöqtə bu hissə olacaq. Bu xəttdən cərimə meydançasına keçə bilməyəcəm. Yəni qapıçı meydançasında qalmalıyam. Çox balacadır. Amma uşaqlar zor uzanmaq üçün. İlkin, sən hardan biləcəksən mən indi düz yerdəyəm? Miri, sənin ətrafın hal-hazırda 360 dərəcə kamera ilə əhatəli olunur. Oha, məzələnsən. Mən səni hər yerdən izləyə bilirəm. Harda da eləyim. Sala, İlkin zordur İlkin. Dostlar, bizim bir təsisimiz başqa bir yerə bağlanıb. İndi ayarlarından onu düzəldəcəm. Mirini ateşə tutun. Siz hepiniz Eşref Tek. Aa, ateş etdimlər. Eləmə. Soxdular qaqa mənə. Sığmaram, tez. Həmişə ikinci planımız var bizim. Eşref Tek geri dönüyor. Eləmə. Ateş etdimlər. Eləmə. Eləmə də. Eləməyin də. Çıxassan orada. Ay, su elədilər ha məni. Bu nədir ya? Artıq suyumuz qurtardı. Çıxmamağa bacardım. Bu arada uşaqlar qızmar isti vurur. Kakras sənlədim. Mən su səpməsinə baxmayaraq buradan çıxmamağa bacardım. Deyəsən İlkin gəlir. Tak. Şükür ki gəldi. Tak. Sərdəyə baxanlar bildilər. Ağda ilə gəlmişəm birinin üstünə. Artıq 10 dəqiqəsi qalıb və mən tələsirəm. Artıq 10 dəqiqəsi qalıb və mən tələsirəm. Onu buradan çıxartmaq lazımdır. Ay, yox. Əlləri gətir. İlkin. Eləməsən uduzursan. Nazarənsən, bu qopardanda mən od qoyacaq. Ay, sıxma. Ay, bir iki dənə bəs, iki dənə bəs. Gözə istə yaxşı olsun. Ayağı ver. Ayağı aç. Yox. Ayağa dökmə olmalı. Nazarən sizə ola. 260 manat qazanacaq. Asan olmalı deyil ki. 260 manata görə dəyər. Kakraz ayağında tüklənib. Bu hələ eləməmiş qışqırırsa eləyəndə nə edəcək? Sən də yavaş elə, qardaşımsan. Qarnıva at. Ay, yox, oha da ya, oha. Qarnıva at. Yox, oha da. Uduzacaqsan. Qarnıva eləsək partlayacaq video. Uşaqlar, İlkin məni burada əməliyyat eləyir. Çıxmaq istəyirsən ya yox? Yox, qarım. Ay, yandım balam. Ay, yandım, eləmə. Çıxırsan qalırsan. Yandım, eləmə. Çıxırsan qalırsan. Ay, eləmə, qardaşım sən eləmə, qardaş. Ay, yandım, sən yandım. Ən əsas sizə qalır. Xiyarım getdi. Bu son elə, qardaşımıza xahiş edirəm. Yandıraca yaxın, yandı eləmə. Ay, Düşür. Ay da. So indi tez gəl. Mənim telefonumda İlkindir. Öğrenci gedimi kaftanı. Allah. Artıq uşaqlar 5 dəqiqəsi qalıb. Ona görə vəziyyəti dəyişdirməliyəm. Miri, son 5 dəqiqədə halın yoxdur bilirəm. Sadəcə penalti nöqtəsində özümüzə bağışla. Sadəcə penalti nöqtəsində qalmalısan. Əgər orada 5 dəqiqə qalsan, qazanacaqsan. Razısan ya yox? Mənim ayağım heç penalti nöqtəsi boyda deyil. Mən orada incə qalacam. Getdik. Dəqiq. Dəqiq Çıxa gəl. bilərəm. İcazə verirəm. Gəl Miri, gəl. Onda mən tək ayaq üstə qalmalıyam. Belə qalmalısan. Başladı. Sənə toxuna bilmərəm, amma hərəkət edə bilərəm. Eləmə, sən də öyle kiçici şey eləmə. Xiyar eləmə. Yıxmasam eləmə xiyar. Sən tuta bilərəm. Xahiş edirəm, sən tuta biləm də yıxılsın. Sən tut. Qardaşım, tut. Qardaşım. Mənə tutmaq elə verirsən ki, sənə yaxşıdır. Lan zibil şey. Ay belə. Eləmə, sən can. Eləmə, ilk şey eləmə. İki nəfəsi bitirib getsin. Xiyar üst. Eləmə. İlkin partiyar Allah qorxuram. Allah qorxuram. Eləmə də. İlk qardaşım eləmə də. Eləmə, xiyar. Çıxma. Ay, eləmə, xiyar partiyacaq. Ay da. Zibil, o kadar cətim getdi dörü. Təəssüf ki, Miri bu videoda 260 manat pul itirdin. Amma Mirinin kanalının linkini açıqlama bölməsinə qoyuram. Gedib Miriyə də abunə olar. Heç olmazsa bu videoda bu qədər əziyyət çəkdi, qarşılığını alsın. Öpürəm. Bana öyle
bakma. Mən səni çox istəyirəm. Bu elədiyən hamısı videoya gərəkdir. Ay uşaqlar çox yorulur. İlkin mən evə daşı. Mirinin vəziyyəti çox pisdir. Siz isə belə videoların daha çox gəlməyi üçün like atmağı və kanala aşağıda abunə olmağı unutmayın. Xahiş edirəm like atın. Əgər 5000 like gəlsə bu videoya başqa birini 24 saat tualetə bağlayacağam. Sağ olun.